Şamaxıda Uşaq Əyləncə Parkının açılışı olub. Bugün uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Şamaxıda park istifadəyə verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 nömrəli xüsusi təyinatlı yol istismarı tərəfindən şəhərin Pirsaat yaşayış məntəqəsində Uşaq Əyləncə Parkı salınıb. Burada yaşıllıq zolağı salınıb, ağaclar əkilib, gecə işıqlandırması üçün lampalar quraşdırılıb, uşaqların əylənməsi üçün müxtəlif attraksiyonlar quraşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri cənab Salih Məmmədov bura gələndə onun təşəbbüsü ilə belə qərara gəldi ki, burada park salaq, uşaqlar üçün şərait yaradaq. Çünki bu yaxın ətrafda belə bir şey yoxdur. Uşaqlar əylənməsi üçün yer. Əylənməsi üçün səmərəli vaxtın keçmə belə bir yer yoxdur. Biz də bu təşəbbüsə qoşulduq və bu iş ərsəyə gəldi. Ulu Öndər demişdi, uşaqlar bizim gələcəyimizdir. Ona görə də biz uşaqlar üçün bütün şərait yaradılıb. Özünüz gördüyünüz kimi uşaqlar sevinir. Ağaclar əkilib, işıqlandırılıb, ərazi işıqlandırılıb, oturacaq üçün stol qoyulub. Uşaqları qorumaq üçün çəpər çəkilib burada. Söhbətkarlar yaradılıb və vaxtların səmərəli keçirdilər. O cümlədən valideynlər də sevinir, bizə öz təşəkkürünü bildirir. Bu yol idarəsi də bütün Azərbaycanın, müasir Azərbaycanın olduğu kimi Ulu Öndərin Şamaxılara, Azərbaycan Avtomobil Yollarına əmanətidir. Çünki bu zavodun, bu idarənin qurulması Ulu Öndərin 70-ci illərdə təşəbbüsü ilə olub. Biz də həmin idarəni göz bəbəyimiz kimi qoruyuruq və onun ətrafında çiçəklənməsini özümüzə borc bilirik. İnşallah davam eləyəcək. Biz nəinki yol tikirik, biz görürsünüz park da sala bilirik. Kimisi nəvəsi, kimisi də evladı ilə gəlib bura. Sakinlər deyirlər ki, burada heç bir zaman park olmayıb. Heç nə yox, palçıqlıq idi, kənd yeri, baxan yox idi. İndi Allaha min şükür, çox razıyıq Mehriban xanımdan. Sağ olsun, uşaqlar üçün yaxşı parklar saldırır. Ondan sonra indi bu günləri uşaq bayramıdır. Bayrama qarşı balalarımız, nəvələrimiz bu parkda oynayır. Buralar sucaqlıq idi, heç nə yox idi. İndi min şükür gözəl şəraitlər yaranıb, yaxşı şəraitlər yaranıb, sağ olsunlar. İndi min şükür. Yaxşı gələcəyi görürük, parkları görürük. Buranın parkı hamısından yaxşıdır, qadasını alım. Körpə uşaqlar içində bu bizim çətinliyimiz. Allah razı olsun, hər kim bunu təşkil edib, düzüb qoşub. Bu park yox idi, bizim bu uşaqlar heç yana gedə bilmirdi. Bir şəraiti yox idi. İndi şükür Allah hər şeyə düz qoş eləyib, Nazım müəllim sağ olsun, çox sağ olsun. Allah sizdən razı olsun. Bizim bu cəmaət məsələn aşağı məhəllədə gəlir bura. Buranın da məhəlləsi gəlir bura. Hamı yığışır bura. Bu səmtdə ümumiyyətlə yox idi əyləncə. Heç bir şey yox idi bizdə. Bizdə bura boşluq idi da, belə deyək, balot idi. Ağaclar əkildi, yaşıllıqlar salındı, hər bir şey, torpaq töküldü, hər bir şey də. Bu fakt olaraq gözümüzə əyləncə, uşaqlar üçün əyləncə, sürüşkənlər, yelləncəklər, hər bir şeydə Allaha şükür, sağ olsun. Bugün hər kəsdən çox sevinənlər isə uşaqlar idi. Bayramı iki qat coşqu ilə qeyd edən uşaqların həyəcanlı baxışları isə diqqətimizdən yayınmadı. Burada park yox idi, əylənə bilmirdik. Qəşəng sağ olsunlar bizə park tikdilər. 1 iyunda bizi üçün hədiyyə oldu bu da. Bu gün uşaqların bayramıdır. Qardaşımla, ailəmlə mən gəldik oynamağa. Bura çox əyləncəli idi. Park çox xoşuma gəldi. 19 nömrəli xüsusi təyinatlı yol idarəsinin ərazisində salınıb və yaşayış məntəqəsinin azyaşlı sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulub.